Salamünaleyküm, əziz dostlar, hər kəsə salam olsun. Bugün biz Forcing Avto Azərbaycan olaraq yaxınlaşdıq, yol boyu çox kəndlər keçdik, gəldik biz Dəmirçi kəndinə. Dəmirçi kəndinə gəldik, burada Ağaçayın kişi ilə tanış olduq. Ağaçayın əmi, bu kəndin tarixi ilə bağlı, gördüyünüz işlərlə bağlı nə məlumat verə bilərsən bizə? Əvvəla xoş gəlmişsiniz. Dəmirçi kəndi qədim kənddir. Burada tatlar yaşayır, öz adət ənənələri var. Bir də o sənətkarlıqda bizdə dəmirçilik olub, miskərlik olub, kənd təsərrüfatı olub, bənna olub. Bənna da belə daşlardan, vəhşi çay daşlarından evlər, tikənlər olub. Yəni o ki, dəmirçiliklə məşğul olmuyor. Kin düzəldən, çotan düzəldən, fayton düzəldən, ümumiyyətlə yaşamağa nə lazımdırsa, hamısıyla saci, manqalı, şişi, bəlkə evdə nə lazımdır, yaşamaq üçün nə lazımdır, başqa yerdən almıyor. Elə burada özləri ki, o yaşayışı qurublar və satışı da olub. Dəmirçi kəndi qədim kəndiyinə, qədimliyi ilə, evləri ilə, hamamı ilə, kanalizasiyası ilə, milli mədəniyyəti ilə, milli mədəni mətbəxi ilə məşhur cahandır. Yəni şəkər çörəyisi, səməni halvası, güşbərəsi, xincalı, yəni bizdə ayrı seçkilik olmayıb. Sülsevər xalqıq biz, dost sevənik. Süfrəmiz həmişə açıqdır, kim gəldi onun üzünə açıqdır. Nə vaxt siz də gəlsiniz, buyura bilərsiniz. Yeyib içə bilərsiniz, dincələ bilərsiniz. Buna turizm bölgəsidir, bu deyəndiyim yolda İpək yoludur, həm də ki, bayraq yoludur. Məhəmməd Əmin Rəsulzadə bayrağı bu yolla aparıb, neçə gündə bu kənddə qalıb. Cənab Prezident də bu yolun açılışı Azərbaycanın 100 illiyi münasibəti ilə bu yolu açdı. Şamaxı, Dəmirçi, Lahıc yolu. Allah kömək olsun. İndi Allah köməyiniz olsun. Bir daha xoş gəlmişsiniz, buyurun. Deməli, Ağaçayın əmi, siz bayaqlan bu 100 illiyi ilə bağlı bu yol dediniz ki, açılışın Dəmirçi kəndinə, Lahıca və s. və ilaxır bəzi kəndlərə gedir. Biz də Forcing avtomobilləri olaraq Azərbaycanın şirkətini təmsil edərək elektromobillərlə üz tutduq Dəmirçi kəndinə. Gəldik, bu 100 illik münasibəti ilə açılan yolla gəldik, sizinlə tanış olduq. Gözəl bir libas verdiniz bizə, adətənə uyğun olaraq. Bizim elektromobillərlə bağlı nə demək istəyirsiniz? Siz elektromobillərə maraq necədir? Elektromobillər bugünkü gündə məlumatınız var mı ümumiyyətlə bu maşınlarla bağlı? Ümumiyyətlə, maraq deyəndə bütün dünyada inkişaf gedir. Daxili yanma mühərriklərindən get-gedə istifadə az olacaq. Həm dövlətin büdcəsinə xeyir gələcək, benzindən istifadə olunmayacaq. Həm də ki, bunlar sərfəli maşınlardır. Bunların birini də mən almaq istəyərsin. İnşallah, inşallah. Bunlar çox yaxşı maşındır. Əgər dəmirçiyə gəlibsə, bu yüksək dağ ərazisində bunlar yol gedirsə, deməli şəhərdə bunları sürmək daha sərfəlidir, daha ekonomidir, qənaətçil maşınlardır bunlar. Bunları almaq hər kəsə nəsib olsun. Yəni demirik ki, alsına qarşı kişinin pulu yoxdur. Amma kreditlə də olsa bunlardan almaq lazımdır. Çünki həm sərfəlidir, həm cibə xeyirdir, həm bütçəyə xeyirdir. Nə qədər pul vermək? Həm də ekologiya xeyir. Bəli, ekologiyada təbiətimizi mühafizə eləyirik. Çox gözəl gəlmişsiniz, xoş gəlmişsiniz, yaxşı fikirdir. Gələcəyimiz daha da gözəl olacaq, daha da yaşayışımız yaxşı olacaq. Benzini də satarıq Avropaya, qalar dövlətə, büdcəsində pul. Deməli, əziz dostlar, gördüyünüz kimi Ağaçayın kişi bizim bir yaşlı nəsil olaraq elektromobilləri bəyənir, elektromobillərlə olan fikirlərini söylədi. Yəni, elektromobil bizim gələcəyə doğru atılan addımlarımızdır bugünkü gündə. Gözəl vurğuladı ki, elektromobildən istifadə eləyərik, benzini satarıq Avropa dövlətlərinə, xeyrimiz də vətənimizə qalır. Bəli. Ağsaqqal, inşallah Allah qismət eləsin, bizim gözəl satış uğurlarımız olsun. Allah qismət eləsin, bunun birini sizə hədiyyə eləyəcək, siz istədiyiniz kimi. İnşallah. Ağsaqqal, bax, indi yenə də dediyim kimi, bu maşınlara baxanda sizin ilk baxanda nə fikirləşirsiniz, nə düşünürsünüz? Valla mən belə düşünürəm ki, sözün düzü, bu maşınların qiymətinə baxdım mən, gözəlliyinə baxdım, müasir elektrotexnologiyasına baxdım. Bunun keçmiş maşınların yandırdığı 10 ildə, rəsmi zamana 8 il. 8 ildə yandırdığı yanacağın pulunun qiyməti nədir bu? Yağın dəyişdir,
Yanacağın sərfiyyatını hesabla, sonra mühərrikin təmirin hesabla, Bəli. elektrik avadanlığın, akkumulyatorun, pompasın, nə bilim filtrin, bunlar elə o qədər xərc çıxır. Hansı texnologiyanı deyirsən, keçmiş texnologiya. Bunların pulun son 50 mindən yuxarı eləyər, hələ çox eləyər. Yəni ki, mənim öz maşınım var, 20 litr benzin tökürəm mən. 20 litr benzinlə get Şamaxıya, gəl hara, bütçə o pul qalar cibində. Həm də ki, o pula başqa işlər görə bilərsən. Yaxşı əkin əkərsən, paltar alarsan, yemək alarsan. Bunları almaq çox sərfəlidir və müasirdir. Hər kəsə nəsib olsun. Bunu gətirənlərin də işi avand olsun. Azərbaycan inkişaf eləməlidir, yeni texnologiya gəlməlidir. Tamoşda da bunların pulu deyəsən azdır mənim eşitdiyim. Bəli, Tamoşkası da yoxdur demək olar. İndi bunları satanda nətər nömrəsini də verirsiniz üstündə. Hədiyyə olaraq sizin üçün nömrəsini verərik inşallah. Çox sağ ol. Şimdi bizim maşına siz yaxınlaşın, bir əyləşin içərisinə. Bibimiz də gəlsin, əyləşsin. Sizə maşınla bağlı daha ətraflı məlumat verək. Ay sağ ol. Bu belə darsırsan açın. Bəli. Əyləşin. Əla. Əyləşin. Allah sizlərə, nəvələrinizə, istədiklərinizə nəsib eləsin. Maşın bunun yumuşaqlığı, əsl ağsaqqal sayağı. Döndərin sağa sola bir baxın. Valla buradan düşməyəcək. İndi hətta sizə onu da deyim ki, bu maşının burada bunu vuranda masajı var. Bu orta düyməni vururuq. İndi söykənin orta düyməni vurarsınız. Orada bunun masajı var. Bu? Hə, vurdunuz. Söykənin. Masaj eləyir. Bəli, qəşəng masaj eləyir. Bu dayı arvad adamı ilk gərək masaj eləməsin. Lazım deyil, arvad düşəcək. Bu nə gözəl texnologiyadır. Əla. Mən belə maşına nə deyə bilərəm? Deyərəm ki, dünyanın ən gözəl texnologiyası. Forting. Əla. Bəli, Forting Azərbaycan. Güzgüsü, hər şey yerində. Skorisi də budur, hə? Bəli. Ay gözəl insanlar, nələr yaradıblar. Bunu almaq sərf eləyər. Ağa Hüseyn kişi, təşəkkür eləyirəm sizə. Mən çox sizə sağ olun təşəkkür eləyirəm. ki, bizim həm bu Dəmirçi kəndinin tarixi ilə bağlı bizə məlumat verdin, həm bu Dəmirçi kəndinin yolu ilə bağlı bizə məlumat verdin, həm gördüyünüz işlərlə bağlı bizə məlumat verdiniz. Bir də bizim avtomobillərlə bağlı həm özünüz məlumatlandınız, həm də elektromobillərlə gözəl maraqlandığınız üçün, yəni gözəl də məlumat verdiniz xalqımıza, insanlarımıza, cavanlarımıza, yaşlılarımıza. Çox sağ olun. Allah sizi kimi ağsaqqallara dəyməsin. Allah sizlərə ömür versin. Sizi həmişə belə ayaqda görək. Biz həmişə bu Dəmirçi kəndinə gələndə indi gəldiyimiz kimi həmişə kimi sizi gəlib yad eləyək. Çox sağ olun. Mən də təşəkkür edirəm. Zəhmətiniz böyükdür. Düşüncəniz dəyərlidir. Azərbaycan xalqının rifahı naminə bu gözəlliyi gətirmisiniz. Bütçəmizə uyğundur. Çox sağ olun. Bayram bayrama qarışıb. Həm Azərbaycanın 107 illiyidir, müstəqilliyi, suverenliyi günü. Həm də ki, bu bayram qarışdı. Həm də ki, ipək yolun gördünüz, bayraq yolun gördünüz. Kəndimiz gözəldir. Hər şərait var. Bu şəraitlə, bu yolla, bu maşınlar gəlibsə, şəhərdə bunları sürməyi 2 vur 2-dir. Valla sağ olun hamınıza. Biz də Forting Azərbaycan olaraq sizə öz təşəkkürümüzü bildiririk. Siz də öz təşəkkürünüzü biz Fortinglərə çatdırmalı Forting şirkətinə də təşəkkür edirik. İşiniz xeyirli olsun, bərəkətli olsun. Təşəkkür edirəm. Daha da gözəllərin gətirəsiniz. İnşallah. Bu gözəlliyi davam eləyəsiniz. İnşallah. İnşallah, çox sağ olun. Sağ olun.
Qart dağının o özüdür. 2070-ci metr yüksəkliyi artıq keçdik. Lahad istiqamətində. S7 avtomobilimiz hal-hazırda göz qabağındadır. Ağaçayın əmmimiz özü əyləşdi. Şəxsən özü gördü ki, bu maşın hansı yüksəkliklərə qalxır, hansı yüksəkliklərdən, yolsuzluqlardan keçdiyini öz fikirləri ilə bildirəcək indi. Bu maşınları mən reklam üçün demirəm. Burada maşın sürmə asad deyil ki, burada hava çatışmamazlığı var. Yəni ki, o sürətlə qalxdı bu yollar 2070-ə. Kim alsa xeyirli olsun. Bəli. Dəyərli texnikadır, dəyərli texnologiyadır. Çünki bu yol gedənlər mənə vaxt gələcək qulaq asacaqlar. Bu yollardan maşın batıranlar, yəni ki, biz həftə 8, mən 9 Lahıca getmişik. Hələ bu yol çəkilməmişdə. O qədər maşınlar qalıb, mosti dağılıb, karbürator işləməyib, benzin nasos işləməyib, havası çatmayıb, mosti tökülüb. Köhnə texnologiya niyə lazımdır? Daha bezli millət. Bu texnologiya gözəl həyat yaşamaq deməkdir. Telefonu qoy, zaryadka götürür. Bəli. Monitor yolu göstərir. Masaj eləyir. Bəli. Ən başlıcası odur ki, rahatlığı var. Lüki, kondisionerindən xoşum gəldi. Ancaq qışda bizə kondisioner lazım olmur, çünki müəllim, bura çox soyuq olan yerdir. Yəni, sən indi gəlmirsən qışda. Bax, ora Qart dağının o özüdür, orada qanboy kişi qalır. Bax, ora... Bax, gördüyün kənd haftası odur, haftası. Bax, o yolla gedirsən Babazarata. Bunu ilə mən Babazarata gedərəm, qorxmaram. Baba dağına çıxmaq olar bunu ilə. Bu üzün Lahıcı, sol tərəf Lahıcdır. Barladır, müdürəsədir. Oralar, baba, döndər ora kamera. Quzey Vaşa, Güney Vaşa, müdürəsə, Nanınc, Gülyan, aşağı Gülyan, bu yuxarı Gülyan da oradadır. Onun özü Qavacıq kəndidir. Bu üzü Qubadır, Qusardır. Nə biləm, Mahaçqarıya kimi yol var burada. Bu dağların, Baba dağını görürsən, qarı, nə qəşəng görüşür. Burada dedim də, bəyəqdə Heydərin yatağıdır. Buna Cəbrayıllı Aslanın yatağıdır. İndi birazdan gələcəklər. Gələrsiniz, sizə burada bir yaxşı yeyib-içmək qoraqlı verərik. İnşallah. İnşallah. Təmənnasız. Allah. Bu maşınların qiyməti yoxdur. Cəmaət, bax, vətəndaşlar. Bu reklam üçün deyil. Bura çıxmaq 2070-ə elektromobilə inanmaq biraz çətin idi mənim üçün. Ancaq o sürəti gördüm. Ağıllı texnologiyadır. Almaq məsləhətdir. Mən də öz maşınımı səhərdən klient axtaracam satmağa. İnşallah. Bana lazım olmadı. Ağasın ki, nə demək istəyirdim. Yəni siz bu maşınlarla bağlı elə gözəl açıqlama verdiniz ki, elə gözəl maşınla bağlı fikir bildirdiniz ki, yəni mən artıq danışmağa söz tapa bilmirəm. Əziz dostlar, nə demək istəyirəm? Onu demək istəyirəm ki, siz də Ağasın kimi bu maşına əyləşib, bu yüksəklikləri görüb, bu yüksəkliklərdən keçib, bu maşınla bağlı öz fikirlərinizi, öz rahatçılığınızı tapa bilərsiniz. Ümumiyyətlə, Fortune Azərbaycan olaraq bunu da bildirmək istəyirəm ki, bu maşınları gəlib almaq istəyənlər öncədən test drive eləyib, sürüb, yoxlayıb, ondan sonra alırlar. Yəni, onu demək istəyirəm ki, yəni bu maşınları alan insanlar hələ peşman olmayıblar. İnşallah ki, gələcək işlərimizdə də, gələcək gələn avtomaşınlarımızda da heç kim peşman olmayacaq. Servisimiz də mövcuddur, hər bir ehtiyat hissələrimiz də mövcuddur. Yəni, bütün xidmətləri maşına aid, avtomaşınlarımıza aid hamısını göstəririk. Çox sağ olun, Allah canınızı sağ eləsin. Sevən, sevməyən gəlib qonağımız da ola bilər, servisimizə də baxa bilər, iştirak da eləyə bilər bizim test drive'larda.